Hər birinizi Rəbbin lütfü ilə salamlayıram. Rəbbin sevgisi, mərhəməti, sülhü sizinlə olsun. Mənim sizinlə bugün bölüşmək istədiyim kəlamdan yer 1-ci Peter 1-ci fəsil 4 və bir neçə sonraki ayələr olacaq. Və əslində burada maraqlı fikirlər var. Əslində 2-ci Peter, mən üzr istəyirəm səhv dediyim üçün. 2 Peterdə maraqlı fikirlər var və bu fikirlər inanıram ki, hər birimiz üçün bugün çox dəyərlidir. İstərdim onları sizlər üçün oxuyum. Beləliklə, o bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız. Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin. Əslində bu ayələrə baxanda bir şey başa düşürəm ki, hər birimizin bu həyatda öz məqsədləri var. Və məqsədsiz insan məncə ölü insandır və əgər məqsədi yoxdursa, insan niyə yaşayır? Hər bir Məsihin ardınca gedən insanın Allaha razı salmaq məqsədi olmalıdır. Bunun üçün də bu dəyərlər bizə çox lazımdır. Və biz görürük ki, burada nə yazıb? İlahi təbiətə şərik olmaq. Allahımız belə bizə imtiyazlar verib ki, onun dəyərlərinə, bizdə belə bir söz var, fəzilətlərinə şərik olaq. İlahi təbiətə şəriklik o deməkdir ki, Allaha məxsus olana şəriklik. İlahi təbiətə şəriklik o deməkdir ki, Allaha aid olana şəriklik. Bu qeyri-maddi, qeyri-cismi bir şey deyil. Bu, ruhani, mənəvi şəriklikdir. Biz sadəcə Allahın qulu olmadığımız üçün Allah bu dəyərli ilahi şərikliyi bizə verir. Biz qul olsaydıq, bu kimi imtiyazlar və bu kimi şərikliklər bizdə olmayacaqdı. Təsəvvür edirsiniz, Allah istəyir ki, biz ona şərik olaq deyə. Bunları bizə verir ki, biz bunlarda nail olacağımız ruhani, mənəvi səviyyədə Allahımıza şərik olaq. Və biz onun övladları və dostlarıyıq. Ona görə Allah bizə bu şərikliyə dəvət edir. Müqəddəs kitabda yazılıb ki, Yəhya 1:12-də lakin onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verir. Biz Allahın övladlarıyıq. Bu ixtiyar güc, azadlıq və imkanlardır. Qalatalılarda yazılıb ki, siz hamınız Məsih İsa'ya iman vasitəsilə Allahın övladlarısınız. Biz iman vasitəsilə övladlarıq. Yəhya 15:15-də yazılıb ki, İsa deyir, artıq sizə qul demirəm. Çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm. Çünki atamdan eşitdiyim bütün sözləri sizlərə bildirirəm. Baxın, bu nə qədər dəyərlidir. Dost olmaq əsl dostluqdan gedir söhbət. Hər şeydə açıq və münasibətdə açıq olmaq deməkdir. İsa Məsih şagirdləri ilə elə dostluğu var idi ki, o onlarla açıq idi. İsa Məsih bizə də eləcə dost dediyi üçün biz də onunla açıq münasibət qura bilirik. Bu ayələr bizim kimliyimizi göstərir. Amma bu hələ son demək deyil. Kimliyimi göstərdi, demək mən bu kimliyə uyğun olaraq da həyat yaşamalıyam. Yaşayış tərzimiz və xarakterimiz bu kimliyimizə baxaraq formalaşmalıdır. Efeslərdə var, Pavel deyir ki, siz bir zaman zülmətdə idiniz, indi isə Rəbdən nursunuz, ona görə də
nur övladları kimi həyat sürün. Biz bu dünyadan qaçıb ilahi təbiətə şərik olmaq üçün və nur övladları yaşamaq üçün bu dəyərlərə ehtiyacımız var. Biz nur övladıyıq düşünüb istədiyimiz kimi yaşaya bilmərik. Şərik olmaq üçün biz də nəsə verməliyik. Biz də özümüzdən nəsə qoymalıyıq. Və Peter bunu deyir ki, səylə, kəlamda yazılıb, səylə bunu edin. Səylə burada çalışqanlıq, zəhmətkeşlik, həvəs, qeyrət, qısqanclıq var. Diqqət və qayğı var. Bizim inkişafımızda həvəs və çalışqanlıq olmasa, biz böyüməyəcəyik. Ruhən şərik ola bilməyəcəyik. Bu həyatda biz heç nəyi yerimizdə oturaraq əldə etmirik. Həvəs və səy olmalıdır. Nəyisə əldə etmək istəyiriksə, ruhani də, fiziki də, biz səylə, çalışqanlıqla bunu əldə edə bilərik. Ona görə gəlin çalışaq ki, Allahın istədiyi dəyərlər ilə yaşayaq. Və biz görürük ki, Peter burada çox gözəl həqiqətləri vurğulayır. İmanla, təkcə imanla hər şey bitmir. Bəli, biz iman edəndə İsa Məsihə, Allahın oğlu kimi iman edəndə onun övladları oluruq. Amma hər şey bundan sonra başlayır. Tək iman etdim və salam deyil. Çoxları belə düşünür ki, yalnız məsihçi həyatı imanda və bununla da bitir. Xeyr. Bir çoxları günaha meyilli olduğu üçün Məsihdə inkişaf etməkdə çətinlik çəkirlər və dərinə gedə bilmirlər. Biz hər birimiz öz həyatımıza baxmalıyıq. Mən bugün aktiv olaraq Məsihə xidmət edib ona uyğun yaşayıram, yoxsa hələ də pasiv həyat tərzi yaşayıram və Məsihdə inkişaf etmirəm. Gəlin görək, həvari Peter, müqəddəs ruh həvari Peter vasitəsilə bizə nəyi deyir? Nəyi əlavə etməliyik? Birləşdirməliyik. Bir zəncir kimi ki, bu bizi aparsın. Yazılıb imanınıza alicənablıq. Mən həyatımda bu sözü bəlkə 2 dəfə eşitmişəm. Hardasa. Xüsusən bu biraz vəzifəli insanlara belə deyilir, alicənab insan. Bu ərəb mənşəli sözdür. Ali, yüksək. Cənab isə, yəni həzrət, tərəf, böyük bir insan kimidir. Və bu insan xaraktercə bu nədir? Nəcib, mərd, saf qəlbli, səxavətli insan demək. Nəciblik insanın hərəkətlərinin və etdiklərinin təmənnasız olması daxili təmizlik deməkdir. Təmənnasız nəsə etmək bugün dünyada qarşılaşa bildiyimiz bəlkə ən nadir xüsusiyyətlərdəndir. Və bilmirəm, belə insanlarla qarşılaşmışıq həyatımızda ki, bizə nəyəsə təmənnasız ediblər. Və çox vaxt əslində biraz fərqli düşünürük ki, biz nəyisə edəndə düşünürük, biz təmənnasız edirik. Amma kimsə bizə nəyisə eləyəndə düşünürük ki, bu nəsə təmənna güdür. Çox vaxt özümüzün etdiklərini təmənnasız görürük. Və ona görə də çox vacib, dəyərli bir xarakterdir. Nəyisə yaxınlarımıza təmənnasız etmək və yaxud kimlərəsə. İsa Məsih də misal çəkilir, varlı evinə qonaq çağırır və kimlərsə çağırır, heç kim gəlmir və gedir küçədəkiləri yığır, hansı ki onun əvəzini verə bilməz. Hətta başqa bir yerdə İsa Məsih deyir ki, qonaq çağıranda elələrini çağırın ki, sonra onlar sizi çağırmasın və əvəzini verə bilməsin. Yəni təmənnasız olsun. Biz çağırırıq onları yox ki, sabah o da məni çağırar. Biz kiməsə
yaxşılıq edirik ki, bəlkə bir ildən sonra mənim ona işim düşər, o da mənə edər. Bu düzgün deyil, düşüncə kimidir. Və bu bizdə göstərilir ki, nəsə düz getmir. Və bu alicənab insan həm də odur ki, hər vəziyyətdə öz mənliyini qoruyur, alçalmamaq və başqalarını alçaltmamaq məqsədi var. Bu insan özünü göstərən insan deyil. Kiminsə gözünə özünü soxan insan deyil. Həyat tərzi ilə və yaxud nəyi ilənsə. Qalatalılar 5-ci fəsil 20-ci ayədə cismani təbiətin bəhrələrindən yazıb. Onların içində bilirsiniz nə var? Özünü göstərmək. Bu, özünü göstərmək cismani təbiətin bəhrələrindən biridir. Və özünü göstərən insan çox vaxt başqalarını alçaltmağı, lağa qoymağı çox xoşlayır. Və biz özümüzə sual verməyik, biz necəyik? Fiziki hərəkətlərdə də alicənab insan hamıya hörmətlə davranır, kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq. Ona görə imanımıza alicənablıq əlavə etməliyik. İmanla bir yerdə dayana bilmərik. Vəssalam, iman etdim, qurtardı hər şey. Xeyr. Və sonra deyir, alicənablığımıza bilik, ağıllı olmaq, anlama qabiliyyəti olan insan, qavrayan insan, səriştəli, agah olan insan gedir söhbət. Biz öz bacarıqlarımızı inkişaf etdirməliyik. Allah hər birimizə bacarıqlar və ya qabiliyyətlər verib ki, biz ona xidmət eləyək və yaxud insanlara yaxşı xidmət edək. Və biz öz daxilimizdə bunu tapmalıyıq ki, Allah bizə nə verib? Əgər sən 20 il, 25 il, 10 il, 5 il, 7 ildir Məsihin ardınca gedirsən və özündə olan qabiliyyətləri və ya bacarıqları hələ də tapmamsansa, bugün Allahdan istə ki, məndə nə var və mən nəyi inkişaf etdirməliyəm ki, Allaha bir bəhrə gətirə bilim. Və əgər insan inkişaf etməyə, dəyişməyə meyilli deyilsə, çətin ki, o insanla nəsə etmək olar. Hətta Allah da o insanla heç nə edə bilmir. Çünki o insan dəyişməyə və həyatından nələrdənsə əl çəkməyə meyilli deyil. Allah elə insanı istifadə edə bilmir. Və burada anlama sözünün bir mənası da var. Mən birinci dəfə bu sözü eşidirdim araşdıranda ki, burada nə fikirlər var. Burada belə bir söz çıxdı qarşıma. Bilmirəm, eşitmişsiniz bu sözü ya yox. Fəhim. Bilmiyorum, bu nə deməkdir? Araşdırdım, mənası nədir? Demək, daxili hissiyatla başa düşmə mənasında. Qarşındakı insanın baxışı, bir sözü səni o vəziyyətə gətirir ki, sən başa düşürsən bu səndən nə istəyir. Sən başa düşürsən ki, bu insan sənə nə üçün yaxınlaşıb. Bəzən bir imanlının bir tələyə 3 dəfə, 5 dəfə, 10 dəfə düşəndə mən öz-özümə deyirəm ki, axı sən niyə bu tələyə eyni vaxtda 20 dəfə düşürsən? Bizdə bir kobud atalar sözü var. Eşşək palçığa bir dəfə batar. Çox üzr istəyirəm. Amma əgər mən bilirəm ki, bu insan məni aldadacaq, artıq bir dəfə aldadıb, mən yenidən ona niyə etibar etməliyəm? Əgər qarşımdakı insanın 3 dənə sözündən başa düşürəm ki, o nə istəyir, niyə mən yenidən o səhvi, o günahı edirəm? Məsihçi alicənablığına bu biliyi əlavə etməlidir. Sözü göydə tutmalıdır, fikri, ünsiyyəti başa düşməlidir ki, qarşındakı insan nə istəyir. Allah bizə bunu onu da görə verir ki, biz həm özümüzü qoruyaq, həm tələyə düşməyək, həm də böyümüş olaq. Və biz harada nəyi, necə etməyi öyrənməli və bunlara uyğun hərəkət etməliyik. Səriştəmiz olmalıdır. Əgər böyük, yetkin insanlar olaraq bunları edə bilmiriksə, deməli,
nəsə problemimiz var. Biz bu biliyi əldə etməmişik. Və üçüncü, bu biliyə nəfsə hakim olmaq. Təmkinli özünü ələ almaq mənasında. Süleyman Peyğəmbər Süleymanın məsəlləri 16-cı fəsil 32-ci ayədə çox gözəl fikir deyir. Deyir, igid olmaqdan səbirli olmaq yaxşıdır. Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür. Bu çox vacib dəyərdir. Bugün dünyanın bu gündə olmasının və böyük problemlərin olmasının elə böyük səbəbi budur ki, insanlar nəfslərinə hakim ola bilmirlər. Həm fiziki cəhətdən, həm mənəvi cəhətdən. 2 gün öncə bir xəbər eşitdim, ya oxudum, yadımda deyil. Deməli, Çində belə bir həbsxana yaradıblar. Həbsxanada necədir? Çəkiləri çox olan insanlar gedirlər həbsxanaya və orada işçilərə pul verirlər. Deyirlər ki, məni 1 ay burada saxla. Burada nə verəcəksən onu yeyəcəm, idman eləyəcəm və bu qanunu pozmayacam. Ciddi formada müqavilə ilə, hər şeylə edirlər. Və insan gedir, girir ora. Və sən özünü öldürsən də elə bir həbsdəsən. Sənə icazə yoxdur esnəyə. Çünki sən 1 ay qol çəkmisən. Elə bir zaman yeməklə bağlı. Elə bir zamana gəlib çıxmışıq ki, insan özünü idarə eləyə bilmir, başqasına pul verir ki, məni ciddi formada nə tərsə idarə et ki, mən bunu yeməyim, bunu yeyim. Təsəvvürə gətirə bilmirəm ki, insan, bütün bəşər nə vəziyyətə gəlib çıxıb ki, özünü idarə eləmək artıq işləmir. Və bununla görürəm ki, nə qədər zəif olmuşuq ki, bunu başqaları etməlidir sənin üçün. Sən özünü idarə eləyə bilmirsən. Bu dəhşətli bir şeydir. Hətta ruhun bəhrələrindən biri Qalatalılar 5-ci fəsildə yazılıb. Nəfsə hakim olmaqdır. Və burada keçən bu məsihçi etikası nəfsə hakim olmaq, bu o demək deyil ki, sən bundan azad olacaqsan tamamilə. Bu o demək deyil ki, sən tamahdan tamamilə azad olacaqsan. Bu o deməkdir ki, nəfsə hakim olmaq sənin tamahından üstün olmalıdır. Səni idarə edən tamahın yox, nəfsə hakim olmağın olmalıdır. Biz buna qalib gəlməliyik. Tamahın sənin qulun olsun. Sən onun ağası olasan. Nəfsə hakim olmaq ağa olsun. Çox lazımlı bir dəyərdir. Və deyir, bundan sonra nəfsə hakim olmaqdan isə dözüm yaransın. Kilsə ataları deyir ki, dözüm bütün bu dəyərlərin, fəzilətlərin şahzadəsidir. Və biri var səbir, biri var dözüm. Bunlar oxşardır, cüzi bəzi fərqlər var. Roma filosofları belə deyirdilər, gündəlik ağrılara və çətinliklərə, şərəfə və faydaya nail olmaq üçün dözüm mənasındadır bu fikir. Sən çətinliklərə, ağrılara dözürsən ki, hansısa şərəfə və hansısa faydaya nail olacaqsan. Və nəfsə hakim olmağı inkişaf etdirmək üçün dözüm mütləq lazımdır. Bunlar bir-birinə bir bağlıdır. Və bu bizim gündəlik həyatımızın bir hissəsidir. Bugün elə bir dünyada yaşayırıq ki, dözüm və səbir bizə hər gün, bəlkə hər saat lazımdır. Yaşadığımız şəhər, ətraf, avtomobil sürəndə və yaxud harasa gedəndə, insanlarla münasibətdə, bir çox şeylərdə dözüm bizim bəlkə baş tacımız olmalıdır. Çünki bu olmasa biz dəhşət vəziyyətə düşərik. Və bu bizim həyatımızda çətinliyə dözmək və eləcə də ruhdan düşməməkdir. Əzizlərim, bugün Rəbb sənə deyir,
həyatında nə baş verirsə baş versin, hansısa çətinlik varsa, döz. Bir gün Rəbb səni bundan keçirdəcək və sənə qələbə verəcək. Sadəcə bir müddət dözməliyik. Çünki Rəbbimiz özü də bir çox şeylərə dözüb və bizə də deyir ki, dözək. Və dözümdən sonra gələn isə möminlikdir. Yunanca eusebio sözüdür. Bu keyfiyyətə sahib olan insan yalnız Allaha hər zaman düzgün xidmət edib onun haqqını vermir. Eləcə də öz soydaşlarına, ətrafındakı insanlara hər zaman düzgün xidmət edir və onların haqqını verir. Bu o insandır ki, Allahın istəklərinə zid getmir. Bu o insandır ki, yaxşını pisdən ayırır və yaxşını seçir. Bu insan tamahdan və ehtirasdan yüksəkdə dayanan insandır. O hər zaman Allaha həyatında borclu olduğunu dərk edir, anlayır və bunu ödəyə bilməyəcəyini bilir, başa düşür və buna əsasən yaşayır. Bəzi insanlar elə yaşayır ki, elə bir Allah onlara borcludur. Allah onlara borcludur bunu eləməyə. Xeyr, belə deyil. Biz hər birimiz həyatımızı İsa Məsihə borcluyuq. Və yaşayışımız da buna uyğun olmalıdır. Çünki o bizi ölümün caynağından qurtarıb. Mən bugün İsa Məsihin ardıcılı kimi dərk edirəmmi mən İsa Məsihə bütün həyatımı borcluyam? Dərk edirəmmi ki, onun etdiklərini heç vaxt ödəyə bilmərəm? Dərk edirəmmi onun mənə etdiklərinin heç 5-10%-ını belə ödəyə bilmərəm? Buna uyğun yaşayırammı? Vacib olan budur. Və biz düşünə bilərik ki, belə mümkün deyil yaşamaq. Amma Peter bunları deməkdən əvvəl bizə deyir ki, daha əvvəldə ayə, mömin yaşamaq üçün Allah bizə hər şeyi verib. Biz Məsihdə yaşamaq istəyiriksə və onda addımlayıb bu dəyərləri, bu fəzilətləri əldə etmək istəyiriksə və bunlara uyğun yaşamaq istəyiriksə, Allah bizə hər şey verib. Sadəcə biz onu götürüb getməliyik, davam etməliyik. Və qoy Rəbb bu işdə sizə xeyir-dua versin və bərəkətləsin.